mövzunun əhəmiyyətini nəzərə alaraq qonaq dəvət eləmişik. Hörmətli qonağımız var, psixoloq Rafiq Allahverdiyev. Onunla geniş müzakirəmiz olacaq bu mövzu ətrafında. Rafiq müəllim, xoş gəlmişsiniz. Çox sağ olun. Səfa gətirmişsiniz. Sağ olun, minnətdaram. Yəni, mövzu dərindir. Bəli, dərin olduğu qədər də əhəmiyyətlidir. Əhəmiyyətli. Çünki hər şey uşağın tərbiyəsindən başlayır. Cəmiyyətin təməli də məhz uşağın tərbiyəsidir. Bəli. Cəmiyyətimizin təməlidir. Bax, görürsünüz, biraz öncədə mən baxdım verilişə. Bəlkə də mən sizin sualınızı qabaqladım danışmaqla. Əlbəttə, buyurun, danışın. Hə, ailə münasibətləri. Baxın, ailə münasibətləri deyəndə bizim hər birimiz ədəbiyyatlardan oxuduğumuz kimi, öz ailəmizdən gördüyümüz kimi, ata-babamızdan gördüyümüz anlayırıq. Yəni, biz illərlə o ab-havada yaşadığımıza görə də bəzən insanlar fikirləşir ki, belə olmalıdır. Bizim vaxtımızda belə idi, indi belə deyil. Ailə dəyişkən bir institutdur. Cəmiyyətin təməli ailədir. Ailənin təməli isə münasibətlərdir. Əgər münasibətlər, ər-arvad münasibəti, valideyn-övlad münasibəti və əksinə, övlad-valideyn münasibəti, bu münasibətlər hansı formadadırsa, o münasibətlər sistemində də vicdan əmələ gəlir. Ata vicdanı, ana vicdanı, övlad vicdanı, bunlar əmələ gəlir. Və bu ailə münasibətləri o vaxt dağılır ki, bizim nəzərimizə tutduğumuz kimi dağılır. Amma müasir övladlar üçün o dağılma hesab edilmir. Ailə münasibətləri o vaxt dağılır və bizim gözləmədiyimiz acınacaqlı bir fəsadlarla qocalar evi, kimsəsizlər evi, bunlar əmələ gəlir. O halda ki, hər şey adiləşir. Yəni, dəyərlər dəyişib. Bəli, baxın, münasibətlər cəmiyyətin təməlidir. Ailədə münasibətlər vicdan əmələ gətirir. Əgər o münasibətlərdən asılı olaraq isə dəyər formalaşır, hansı ailə üçünsə abır dəyərdirsə, digər ailə üçün isə digər bir şey dəyərdir. Yəni, ailələrin hər birinin fərdi psixologiyası var və ən bəlada burada başlayır. Ailələrin hər birinin özünə məxsus xarakteri olanda. Görürsünüz, bəzi valideynlər deyir ki, övladına, üzr istəyirəm bu sözlərimizə görə, sən döyülüb evə gələ bilmərsən, sən birinci sən vur və yaxud da ki, aldat, yalan de, səndən heç kəs istifadə eləməsin. Amma digər valideyn isə övladını tərbiyə edir ki, başqasına ziyan vurma, başqa dostlarına yalan danışma və s. və s. Baxın, ailələr nə qədər cəmiyyətdə fərdiləşir və öz fərdi keyfiyyətlərinə, fərdi xüsusiyyətlərinə üstünlük verir, haqq qazandırırsa, cəmiyyət normaları pozulur. Cəmiyyət normaları pozulanda faciə baş verir, qınama itir. Cəmiyyətdə ictimai qınaq, cəmiyyətdə başqasını hansısa bir probleminə münasibət bildirmə itir. Baxın, görün, son vaxtlar bizim sosial şəbəkələrdə də hər birimizin həyatımızda da eşitdiyimiz ailə dramları, ailə faciələri var. Baxın, mən onların heç birinə qeyri-normal baxmıram. O normaldır. Çünki hər bir insanın öz intellekti var, psixi sağlamlığı var, fizioloji sağlamlığı var və s. Və yaxud da bəzən təsadüfdən də hadisələr baş verə bilir. Bunlar cəmiyyət üçün normaldır. Yəni, bu insan bəşər tarixində olur belə şeylər. Cinayət də olur, ədalət də olur. Amma ən pisi cəmiyyətin həmin o hadisəyə münasibətidir. Fikir verirsinizmi? Əvvəllər bir neçə il bundan əvvəl, düz mən müqayisəsi danışmaq istəyirəm. Bəzən əvvəllərin də qüsurlu tərəfləri var idi. Amma bir neçə illər bundan əvvəl hansısa bir ailədə, kasıb ailə olanda, övladı cırıq şalvar geyinəndə və s. digər bir ehtiyat içində olanda cəmiyyətin münasibəti fərqli idi. Cəmiyyət ona kömək eləmək istəyirdi. Necə vaqiət baxılır? Bəli, münasibət yoxdur. Baxın, bir hadisə baş verir, tutaq ki, qətl hadisəsi baş verir, cinayət hadisəsi baş verir, təsadüfdən və yaxud bilərəkdən övlad ananı qətlə yetirir və s. Cəmiyyət... Şəmkidəki hadisə kimi. Elə biz onu misal gətirə bilərik. Və həmin o sujetə mən bura gəlməmişdən qabaq təsadüfən baxdım. Düzdür, insanlar ora hadisəyə bir faciə kimi baxır. Əslində faciədir. Amma mənim diqqətim tamam başqa bir şey çəkdi. Orada doğmalar və qonşular hadisəni sanki 4-cü, 5-ci şəxs kimi danışırlar. Münasibətlər sistemi pozulub. Əgər ailə modelində azacıq uçurum başlayan kimi, ailə modelində dəyərlər, sizin dediyiniz kimi, övlad, valideyn və s. Tək övlad valideyn deyil, övlad baba, nənə. Bu uçurum əmələ gələndə mütləq qaydadadır. Genetik kod itir. Nənə, baba ilə övlad, nəvə arasında münasibət, əlaqələr nə qədər seyrəlir? Genetik kod itir. Genetik kod itəndə isə insan ictimailəşə bilmir. İnsan olur sosial platformaların məhsulu. O olur o. Və bununla bərabər də cəmiyyətdə münasibətlər itməyə məcbur qalır. Niyə? İnsanlar qorxur ki, mənim o ailənin işinə qarışmağa nəyimə lazımdır, nə işimə var? Və yaxud da ki, bu anlamlar itir, münasibətlər soyuyur, cəmiyyətin münasibəti. İnsana yox, hadisəyə. Ola bilər, qonşuya insanın münasibəti xoş olmaya bilər. O qonşu bivecdir, ədəbsizdir, amma qonşunun törətdiyi hadisəyə, öz ailəsinə törətdiyi hadisəyə, cəmiyyətin münasibəti əgər
biraz laqeyddirsə, uçurum artıq burada Təbii ki, başlayır. məndən ötən daş Eynən. Eynən. qardaşıma dəysin deyə bilmərik. Tamam, əlbəttə. Həmin o Şəmkir hadisələrində fikir verirsiniz, orada müsahibə verən insanların sadəcə olaraq münasibətini nağıl kimi. Sadəcə də orada bir qohum da danışır ki, mən eşitdim, belə oldu, evimiz yıxıldı. Mən indi ritorik cümlələr işlətmək istəmirəm. Bax, bu ailə modeli bizim bütün cəmiyyətin fundamental bazasını sirkələyir. Cəmiyyət özündən asılı olmayaraq mövqe tutmağa başlayır. Bax, ailə münasibətlərində də ən birinci başlamalıdır. Maddi vəziyyət də əsas deyil. Hətta bir-birinə qayğı göstərmək, diqqət göstərmək, müdafiə etmək, qorumaq önəmli deyil. Bu instinktdir. Ailədə bu instinktdir. Övlad atanı qoruyacaq. Ana övladını qoruyacaq. Amma qorumaq, baxın, insan eləməyə borclu olduğu şeyi eləməlidir. Ana eləməyə ana olaraq borclu olduğu bir şeyi eləməlidir. Amma bu mənim balamda, heç kəs mənim balamda barəsində pis söz danışa bilməz, yox. Ailələrdə normalar. Ata gələndə ayağa durmaq, atanı hamı bir süfrədə yığışmaq, hamı ata gəldi bir süfrədə yığışaq. Atanın yanında düzdür, bu biraz müasir gənclərin diqqətindən biraz kənara qeyri-normal qarşılaya bilərlər. Amma ata gəlibsə atanın yanında uzanıb yatmaq, baba nənə ilə əlaqə saxlamaq, bu hallar adiləşəndə. Mən indi yemək yemirəm, sonra gəlib yeyəcəm. Atamdır da gəlib də neyiniyim, yuxum gəlir. O ailə birliyi pozulur. Təməli pozulur. Adiləşir. O münasibətlər adiləşəndən sonra fərdiləşir. Mən belə istəyirəm. Mənim özüm bilərəm. Mən yorulmuşam. Və bu hallar əmələ gələndə isə, fərdiləşmə əmələ gələndə dərhal verir maksimalizm. İnsan əziyyət çəkmədən, əziyyətə qatlanmadan uğur əldə eləmək.